Bu gün uşaqlar nə edirik? Türkiyə ilə oynayacağıq. Amma oyuna bir sizdə güncəlləmə gəlib və iki ölkə birlik ola bilir. Yəni bir ölkə kimi, iki ölkəni birləşdirib bir ölkə kimi idarə etmək olur. Ona görə nə edəcəm? Azərbaycanı Türkiyəyə birləşdirməkdən Türkiyəni seçib Azərbaycanı birləşdirəcəm. Bir şansım daha çox olsun. Niyə? Çünki Azərbaycanla olsaq xırda olduğumuz üçün, yəni oyunda bir sizə qardaşlıq zad girmir. Yəni bu oyunda elə bir şey yoxdur ki, Azərbaycan Türkiyə qardaşlıq qobulur cici bacı olsun. Elə şey mümkün deyil. Yəni ona görə balaca ölkə olduğum üçün Türkiyəni birlik etmək, razı salmaq biraz çətin ola bilər. Amma Türkiyəni seçib Azərbaycanı daha rahat birliyə qata biləcəyimi düşünürəm. Ona görə Türkiyəni seçirik. Ya Allah, ilk dəfə Azərbaycan xaricində bir ölkə ilə oynayıram. Ona görə fərqli şeylər də ola bilər, başa düşdünüz? Məsələn, mən Çinlə oynamamışam, Amerika ilə oynamamışam, Türkiyə ilə oynamamışam. Şey eləyək, aqressiv genişləməyə verdim bir dənə. Bir dənə də askeri binaların maliyyətini vereyim. Çünki full atak oynayacaq da, başa düşdünüz? Qoya-qoya gedəcəyik. İnşallah, yəni düşüncələrim o yöndədir hələ ki. Bir dənə bunu yavaşdan başladaq, yavaşdan amma elə belə asta-asta başladaq danışma. Deməli, gələk buradan nə edək? İdarə binaların maliyyətini düşürən birini seçdik. Buradan nə seçək? Vergi verimliliyi artış maliyyəti. Buradan nə seçə bilərəm? Aylıq araşdırma ən yüksək budur. Seçdik. Askeri danışma. Askeri binaların maliyyətini düşürən olsun bu da. Deməli, buradan mənə demişdiniz ki, uşaqlar doğrudan saldırını seç. Daha güclü olur. Bax, mən qoyun bunu bilirdim. Mən mal bunu bilirdim. Prosta necə olub yadımdan çıxıb, onu ucu bilmirəm. Deməli, Ayasofya, görürsünüz? Dünya harikası olduğu üçün fərqli şeylər gəlir, uşaqlar oxuşum. Maraqlı şeylər gəlir. Rəqib seçə bilərik, rəqib bilmirəm. Məsələn, Nigeriyanın bir dənə seçim geçsin, Afrika ölkələrindən seçəcəm geçsin. Bir də görürsünüz, arxadan toyuq zat səs gəlir. Uşaqlar, toyuq saxlayıram. Bəli, xoruz səsi yəni yazmayın. Altda yazır xoruz səsi. Yəni, nə olsun, ala, xoruz səsi. Əjdaha görür belə, bu xoruz, ala, onu niyə yazırsan? Bir də bir mənə xəbərim yoxdur, mənə xəbər ver ki, qaqa, xoruz səs gəlir, arxamdan ehtiyatlı ol. Zalımın balası. Deməli, İran sırası mənə rəqibə eklədi, səni şərəfsiz, səni əclaf. Deməli, nə edirik? Azərbaycanla ilişkilərimi gəlişdiririk sürətli şəkildə. Əsas işimiz odur, Azərbaycanla birlik olacaq.